Salam, dəyərli izləyicilər. Aprelin 6-sı gəldi və baharın enerjisi artıq həyatımızın hər sahəsində özünü göstərir. Ulduzlar bugün bizə hansı mesajları verir? Gəlin vaxt itirmədən bürclərin gündəlik proqnozuna keçid edək. Qoç, salam, əziz qoçlar. 6 aprel sizin üçün əsl hərəkət günüdür. Marsın enerjisi sizi daha cəsarətli və təşəbbüskar edir. Bugün başladığınız işlərdə sürətli nəticələr ala bilərsiniz. Xüsusilə fiziki aktivlik və yeni layihələr üçün ideal zamandır. Ətrafınızdakı insanlar sizin liderlik qabiliyyətinizə heyran qalacaqlar. Özünüzə olan güvəninizi qoruyun və qarşınıza çıxan hər bir fürsəti dəyərləndirin. Unutmayın ki, bugün uğurun açarı sizin qətiyyətinizdədir. Buğa, salam, əziz buğalar. Bugün diqqətiniz tamamilə maddi məsələlərdə və şəxsi rahatlığınızda olacaq. 6 aprel maliyyə planları qurmaq və ya gəlirlərinizi artırmaq üçün yeni yollar tapmaq üçün çox uğurludur. Səbirli və təmkinli davranmağınız sizə böyük üstünlük qazandıracaq. Axşam saatlarında sevdiyiniz bir məkanda dincəlmək və ya dadlı yeməklərdən zövq almaq ruhunuzu təzələyəcək. Həyatın kiçik gözəlliklərini hiss edin və bolluq enerjisinə açıq olun. Əkizlər, salam, əziz əkizlər. Bugün informasiya axını və ünsiyyət sizin üçün ön plandadır. 6 apreldə yeni insanlarla tanış ola, maraqlı xəbərlər ala və ya vacib iş görüşmələri keçirə bilərsiniz. Zehniniz hər zamankından daha iti işləyir, ona görə də yaradıcı ideyalarınızı bölüşməkdən çəkinməyin. Sosial mediada və ya dost çevrənizdə aktiv olmaq sizə yeni qapılar aça bilər. Günün sonunda aldığınız bir təklif sizi gələcək planlarınız üçün xeyli həvəsləndirəcək. Xərçəng, salam, əziz xərçənglər. Aprelin 6-sı sizin üçün daxili hüzur və ailə dəyərləri günüdür. İntuisiyanızın səsi çox güclüdür, ona görə də vacib qərarlar verərkən ürəyinizin səsinə qulaq asın. Evinizdə rahatlıq yaratmaq və ya yaxınlarınızla səmimi söhbətlər etmək sizə mənəvi güc verəcək. Keçmişdən gələn bəzi məsələlər bugün müsbət şəkildə həll oluna bilər. Özünüzü emosional olaraq güvəndə hiss edəcəyiniz bir gündür. Sevgini paylaşın, çünki o paylaşıldıqca artır. Şir, salam, əziz şirlər. Bugün özünüzü əsl lider kimi hiss edəcəksiniz. 6 apreldə ulduzlar sizin yaradıcılığınızı və xarizmanızı ön plana çıxarır. İş yerində və ya dostlar arasında bütün diqqət sizin üzərinizdə olacaq. Yaradıcı layihələr və ya hobbilərinizlə məşğul olmaq üçün mükəmməl vaxtdır. Eşq həyatınızda da romantik anlar və sürprizlər gözlənilir. Özünüzü ifadə etməkdən qorxmayın və həyatın dadını çıxarın. Siz hər şeyin ən yaxşısına layiqsiniz. Qız, salam, əziz qızlar. Bugün nizam və məhsuldarlıq günüdür. 6 apreldə işlərinizi sistemli şəkildə düzmək və detallara fokuslanmaq sizə böyük uğur gətirəcək. Sağlamlıq və özünə qulluq məsələlərini də unutmayın, bəlkə yeni bir idman rejiminə başlamağın vaxtıdır. Zəhmətiniz və diqqətiniz sayəsində hər kəsin çətin hesab etdiyi tapşırıqları asanlıqla yerinə yetirəcəksiniz. Günün sonunda planladığınız hər şeyi bitirməyin verdiyi o daxili rahatlıq sizi çox xoşbəxt edəcək. Tərəzi, salam, əziz tərəzilər. Bugün balans və gözəllik axtarışınız nəticə verəcək. 6 apreldə şəxsi münasibətlərinizdə harmoniyanı bərpa etmək üçün əla fürsətlər yaranacaq. Ətrafınızdakı insanlarla diplomatik və nəzakətli davranmağınız sizə yeni müttəfiqlər qazandıracaq. İncəsənətə və estetikaya vaxt ayırmaq sizə mənəvi zövq verəcək. Sevdiyiniz insanla birlikdə keçirəcəyiniz vaxt münasibətlərinizi daha da möhkəmləndirəcək. Qəlbinizdəki dincliyi qoruyun və gülümsəyin. Əqrəb, salam, əziz əqrəblər. Bugün sizin üçün dərin analiz və transformasiya günüdür. 6 apreldə daxili gücünüzü hiss edəcək və çətinliklərin üzərinə qorxusuzca gedəcəksiniz. Gizli qalan məlumatlar üzə çıxa bilər, bu isə sizə hər hansı bir məsələdə aydınlıq gətirəcək. Fokuslanma qabiliyyətiniz sayəsində mürəkkəb işlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Maddi məsələlərdə ehtiyatlı, lakin strateji addımlar atmaq üçün uğurlu zamandır. Unutmayın ki, siz hər zaman küllərindən yenidən doğulan birisiniz. Ox atan, salam, əziz ox atanlar. Macəra və öyrənmək eşqi bugün sizi ruhlandıracaq. 6 apreldə yeni məlumatlar öyrənmək, fərqli mədəniyyətlərlə maraqlanmaq və ya gələcək səyahətləri planlaşdırmaq üçün əla gündür. Pozitiv enerjiniz ətrafınızdakı insanlara da sirayət edəcək. Həyata nikbin baxışınız qarşınıza yeni və maraqlı imkanlar çıxara bilər. Bugün hədəflərinizi böyütməkdən çəkinməyin, ulduzlar sizin ən böyük arzularınızı belə dəstəkləməyə hazırdır. Yolunuz açıq olsun. Oğlaq, salam, əziz oğlaqlar. Bugün karyera və məsuliyyət hissi ön plandadır. 6 apreldə peşəkar həyatınızda ciddi uğurlar əldə edə bilərsiniz. Uzun müddətli hədəflərinizə doğru atdığınız addımlar artıq nəticə verməyə başlayır. Ciddiyyətiniz və işinizə olan sadiqliyiniz rəhbərlik tərəfindən fərq ediləcək. Maddi durumunuzu sabitləşdirmək üçün yeni strategiyalar qura bilərsiniz. Hər nə qədər işə fokuslansanız da, ailənizə və özünüzə vaxt ayırmağı unutmayın. Səbr və zəhmət sizin ən böyük gücünüzdür. Dolça, salam, əziz dolçalar. Bugün yaradıcı ideyalar və sosial əlaqələr günüdür. 6 apreldə orijinal düşüncələrinizlə hamını təəccübləndirə bilərsiniz. Dostlarınızla bir araya gəlmək və ya kollektiv layihələrdə iştirak etmək sizə yeni perspektivlər qazandıracaq. Azadlıq hissinizin artdığı bu gündə ənənəvi qaydalardan kənara çıxmaq sizə yaxşı təsir edəcək. Gələcəyə dair ümidləriniz və arzularınız bugün daha real görünə bilər. Öz fərqliliyinizi qəbul edin və onu dünyadan gizlətməyin. Balıq, salam, əziz balıqlar. Bugün daxili dünyanızda möcüzəli bir atmosfer var. 6 apreldə intuisiyanız sizi ən doğru yola aparacaq. Yaradıcılıq, meditasiya və mənəviyyatla məşğul olmaq üçün ideal zamandır. Kiməsə yardım etmək və ya xeyriyyə işlərinə qoşulmaq ruhunuzu dincəldəcək. Eşq həyatınızda romantik və səmimi anlar sizi gözləyir. Xəyallarınızın arxasınca getməkdən qorxmayın, çünki bugün kainat sizin xəyallarınızı gerçəyə çevirmək üçün işləyir. Sevgi dolu bir gün diləyirəm. Və sonda, 6 aprel üçün ulduzların sizə olan mesajları belə idi. Ümid edirəm ki, bugün hər biriniz üçün uğurlu və yadda qalan olar. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sabah yenidən görüşənədək hələlik.